Keçən hissənin sonunda çox məntiqli bir sual qoymuşduq ortaya. Əgər zamanın imamını tanımaq insanın axirət qurtuluşu üçün bu qədər həlledicidirsə, bəs biz onun kimliyini necə bilməliyik? Bəli, yəni o dəlillər necə olmalıdır? Gizli, yoxsa aşkar? İmamı Şiə alimləri bu məntiqi suala bir mənalı cavab verirlər. İmamı tanıdan xəbərlər mütləq nəss olmalıdır. Nəss deyəndə tam olaraq nə qəsd edilir ki? Terminoloji mənası nədir? Muhammed Baqir Əs-Sadr bunu çox gözəl izah edir. Deyir ki, nəss elə bir xəbər, elə bir ləfzdir ki, dil baxımından yalnız bir mənası olur. Yəni, qətidir, aşkardır və heç bir başqa məna, təvil və ya şübhə qəbul etmir. Buna terminologiyada ən-nəss əl-cəli, yəni aşkar nəss deyirlər. Aşkar nəss deyirlərsə, deməli bunun gizli olanı da var. Tam üstünə bastın. Bax, məhz bu nöqtədə 12 imami şiyələri, yəni imamilər, Zeydi şiyələrindən ayrılırlar. Zeydilərə görə Peyğəmbər əleyhissalatu vesselam Əli ibn Əbi Talibi gizli nəslə təyin edib, yəni işarələrlə. Amma imamilər bunu qətiyyətlə rədd edirlər. Niyə rədd edirlər ki? Nə fərqi var axı? Əsas odur təyin edib də. Çünki ortada çox ağır bir şərt var. Məsumluq. İbn-i Mütəhhər Əl-Hilli və Əs-Səyyuri kimi alimlər deyirlər ki, imam həm böyük, həm də kiçik günahlardan məsum olmalıdır. Məsumluq da batini bir xüsusiyyətdir. Adamın alnında yazılmayıb ki, ay sağ ol, biz zahirən kiminsə günahsız olduğunu bilə bilmərik. Buna görə də imamı bilməyin yeganə yolu Allahdan və ya Peyğəmbərdən gələn şübhəyə yer qoymayan aşkar və cəli nəsdir. Şeyx Əl-Müzəffər deyir ki, imamı təyin etmək, Peyğəmbəri təyin etməklə eylidir. İkisi də yalnız Allahın lütfü və bəyanı ilə bilinir. Çox maraqlıdır. Deməli, məsələni zənn ifadə edən işarələrlə yox, qəti və net ləfzlərlə həll edirlər. Bəs ümumi götürəndə bütün bu dediklərimizin işığında sünnət əhli ilə imami şiyələr arasındakı o qırmızı xətlər, yəni əsas fərqlər nədən ibarətdir? Müəllif burada çox gözəl bir xülasə verərək 4 əsas fərq sadalayır. Birincisi, təyinat fərqidir. İmamilərə görə imam yalnız Allahdan təyin edilir. Sünnilərə isə xəlifə ümmətin həll və əqd əhli, yəni şura tərəfindən seçilir. İkincisi də yəqin ki, bayaqdan danışdığımız usul məsələsidir. Tamamilə. İkincisi, status fərqidir. Şiyələrə görə imamət dinin əsasıdır, usuldur, nübüvvət kimidir. Sünnilərə görə isə sadəcə praktiki bir zərurətdir. Etiqad yox, füruat məsələsidir. Üçüncüsü isə elə indicə dediyimiz məsumluq fərqi olmalıdır. Şiyələr məsumluğu şərt görür. Sünnilər isə sadəcə rəhbərin adil olmasını kifayət sayır. Bəs dördüncü nədir? Dördüncüsü say və müxalifət fərqidir. İmamilərə görə imamların sayı məhdud 12-dir. Kimlikləri dəqiqdir və onlara müxalif olmaq küfürdür. İnsanı dindən çıxarır. Sünnət əhli isə belə bir say məhdudiyyətinə və ya ilahi təyinatlı bir sülaləyə inanmır. Həqiqətən də bu 4 fərq hər şeyi tam aydınlaşdırır. Kökündən fərqli iki dünya görüşüdür. Yaxşı, əgər şiəlikdə bu məsələ belə qətidir və dinin əsasıdırsa, o zaman bu aşkar nəs bizə hansı tarixi yollarla gəlib çatmalıdır? Adi, tək-tük hədislərlə, yoxsa başqa cürə? Bax, bu da məsələnin metodoloji, yəni hədis elmi ilə bağlı olan ən can alıcı yeridir. Əhəd xəbər yoxsa mütəvatir? Və Şeyx Əl-Müfidin imamı tapmaq üçün qurduğu o məşhur əqli müqəddimələr nədir? Gəl bu sualların cavabını da sonuncu hissədə axtaraq.